Baxın. Demir ha böyüm demirik o məsələn desəydi ki o Kamazdır, Range Rover'ə Kamaz desəydi, deyərdi ki başa düşəndir. Deyir böyük maşına minmək istəyirsən yoxsa buna uşaqdakı Qarabağlıdır da, uşaqdakı gördüyünüz kimi başı işləyir, deyir S-klasa minmək istəyirəm. İndi baxın. Gel. Otur görək. Aha. Necə xoşuma gəlir bu maşın? Yaxşı maşındır. Bu yaxşıdır yoxsa Kamaz yaxşıdır? Gördünüz, eşitdiniz nə dedi? Bu yaxşıdır yoxsa Kamaz yaxşıdır? Yoxsa Kamaz yaxşıdır? Yaxşı maşındır. Bu yaxşıdır yoxsa Kamaz yaxşıdır? Kamaz. Aha, uşağın boynuna qoyur ki, yalandan Kamaz yaxşıdır. İndi baxın görün uşaq nə deyəcək? Sen Kamaz gözlərim. Səni gələcək sənin. Ay. Sağ olun. Babanı da öpürsən. Sağ ol. Yine Gözdə sağ ol. Kamaz. Ha? Yine sağ ol. Mən sənin maşınını Mən sizin maşından istəyirəm. Bax ha, uşağın boynuna zorla qoyur. Orada Kamaz var, ay Mehriban. Ha? Ada bax, Mehriban. Mehriban yox, ay Cəllad. Orada Kamaz var, sən uşağa Kamaz məsləhət görürsən ki, Kamaz yaxşıdır, yoxsa bu maşın. Uşağın boynuna düşürdür maşından, boynuna yüklüyür ki, Kamaz yaxşıdır, sən Kamaz sürərsən, Kamaz alarsan, nə bilim, gedib Kamaz sürücüsü, Kamaz şoförü olarsan. İndi bax gör uşaq nə deyəcək. Uşaq nə deyir? Sağ ol. Mən sənin maşınını istəyirəm. Mən istəyirsən yaxşı. Ya, İlham Əliyevin gülməyinə baxın, elə bir hinduşka xırıldayır. İlham Əliyev baxır ki, bu xalqın 3 yaşında balacası da çox belə deyək çevikdir, başı işləyir. Bilir ki, biz bu xalqın haqqını yeyirik. Ona görə balaca uşaq da S-klass istəyir. Çox ədalətli, əslində çox belə dəhşətli bir mənzərədir. Və o uşaq gör nə qədər intellekti, beyni işləyən bir balaca uşaqdır ki, bir balaca səhnə, bax bu balaca səhnə Azərbaycandakı ədalətsizliyin, Azərbaycandakı haqsızlığın, Azərbaycandakı sinfi bu qədər bölünmənin, uçurumun, bu, bax, bura bir dənə böyük bir film çəkmək olar, böyük bir kitab yazmaq olar ki, bir tərəfdə xalq və o xalqa Kamaz sürməyi məsləhət görən quldur rejim, o birisi tərəfdə isə deməli İlham Əliyev və onun xüsusi qorunan bir neçə milyon dollarlıq Maybaxı. Bir neçə milyon dollarlıq Maybaxı və uşaq axmaq deyil ki, uşaqdır, Azərbaycanlı balasıdır. Baxır görür ki, daha doğrusu mən S-klass dedim, baxır görür Maybaxdır, xüsusi bahalı maşındır. O uşağa nə qədər də Kamaz desən, deyəcək ki, Kamaz nədir? Mən bu maşından istəyirəm. Və həqiqətən də uşağın Mehribana cavabı sadəcə Mehriban və İlham Əliyevin nə qədər yaramaz bir hakimiyyət başçısı, nə qədər xalqa düşmən olan bir rəhbər olduğunu buradan göstərir. Və nəticə olaraq da uşaq bunları biabır eləyir. Uşaq biabır etdiyi üçün də bunlar məcburdular ki, boş-boş gülsünlər. Çünki o uşağa cavab verə bilmir. O uşağa deyə bilmir ki, mən sizin maşından istəyirəm deyəndə uzadıb atasına o maşını hədiyyə etsəydi və yaxud da ki, o maşından və ya o maşına bənzər qabaqdakı bir maşını atasına hədiyyə eləsə o uşağın, onda deyərdi ki, aya bu görün İlham Əliyev nə yaxşı oğlandı, necə bir gözəl insandı ki, balaca uşağın arzusudur belə bir maşın onun da valideynlərində, onun da evində olsun. Ala bu maşının hədiyyə açarını hədiyyə verirəm sizə. Aparın, ailəlikdən sürün. Amma
İlham Əliyev baxır ki, bu Azərbaycanın balası. Gör nə qədər başı işləyir ki, KAMAZ sürücüsü, KAMAZ şoförü olmaq istəmir. Mən əminəm ki, Azərbaycan xalqının bu uşaqları ki var, beyni iti işləyən uşaqlar, istedadlı, heç birisi KAMAZ şoförü olmaq istəmir. Heç bir Azərbaycanlıya da heç məsləhət də görmürəm ki, KAMAZ şoförü uşağına öyrətsin ki, böyüyəndə KAMAZ şoförü olsun. KAMAZı Ruslar istehsal etmişdi və Azərbaycan kimi ölkələrə ona görə paylamışdı ki, it kimi, köpək kimi çalışsınlar Ruslar üçün, Moskva üçün. Daşdan, divardan, qumdan, oradan, buradan satsınlar, pambıqçılıqda, nə bilim, taxılçılıqda. Moskvada Ruslar vəzifələrdə və yaxud elə Bakının özündə də mərkəzdə yaşasınlar, yüksək vəzifələr tutsunlar, hamısı getsin, yüksək maaş alsın, istirahəti etsin, nə bilim, Nalçikdə, Odessada, cürbəcür, Krasnodarda keyf eləsinlər. Azərbaycanlılar da rayonlarda, kəndlərdə nə işlə məşğul olsun? Bir daha deyirəm, pambıqçılıqla, tütünçülüklə, üzümçülüklə, KAMAZ sürməklə, eşşək sürməklə zülm içində yaşasınlar. Sinifi bölünmə idi, haqsızlıq idi. 70-ci illərdə, 80-ci illərdə bu imperializm 70 il dönəmində Azərbaycan xalqını hədəf qoyub istismar edir. Amma indiki bu çaqqal hakimiyyət, bunlar 70-ci illər, 80-ci illərdəki Rus imperializmindən daha belə dəhşətli, quldur bir rejim yaradıblar. Özləri Bugatti'də gəzir Bakıda, özləri Ferrari'də gəzir, Lamborghini'də gəzir, uşaqları, nəvələri, özləri 1 milyonluq saatlar taxırlar. Hər dəfə geyindikləri paltarlar, çantalar 10 minlərlə avro qiyməti olur. Amma cəmaatın balasına, balaca uşağa Mehriban Əliyeva adındakı bu qancığın gördüyü məsləhətə baxır. KAMAZ istəyirsən. KAMAZ istəyirsən, yəni KAMAZ istəyirsən nə demək? Gətir uşağı mindir Maybaxa, sonra da tut qulağından at yerə ki, KAMAZ istəyirsən, sənə KAMAZ alaq. Bir daha deyirəm, bu balaca bir səhnə sadəcə biabırçılıqdır. Bu yaxşıdır, yoxsa KAMAZ yaxşıdır? KAMAZ. Sən KAMAZ deyirsən. Orada KAMAZ demir o uşaq. KAMAZ demir. Orada deyir ki, ha, hə, yəni hə. Bu yaxşıdır deyəndə deyir hə. Bu yaxşıdır deyəndə hə deyir. Dalınca Mehriban ora KAMAZı soxur. Elə göstərir ki, güya KAMAZ dedi uşaq. Əslində orada uşaq bu yaxşıdır deyəndə həmən deyir ki, hə, yəni yaxşı maşındır. Sən gəlirsin sənin. KAMAZ. Bu yaxşıdır, yoxsa KAMAZ yaxşıdır? KAMAZ. KAMAZ demir, KAMAZ deyirsən. Sən gəlirsin sənin. Ay. Sağ olun. Sağ olun. Babanı da öpürsən. Sağ ol. Yine sağ ol. Ha? Yine sağ ol. Mən sənin maşınını istəyirəm. Mən istəyirsən yaxşı. Sağ olun, təbrik edirəm. Məzəm maşını istəyirəm. Gördün ay Mehriban. Lox deyil bu Azərbaycan xalqı. Hamısı bilir nədir, hansı haqqlarını yeyirsiniz, nə qələt eləyirsiniz, nə oğraşlıq eləyirsiniz. O bilir, çox gözəl bilir ki, sənin o dılqır ərin milyonluq, 2 milyonluq maşında oturub haqqını yeyirsən o uşağın. O uşağın valideynlərinin haqqını yeyirsən. Onların 30 illik kompensasiyasını nə ermənilər ödədi, nə də siz ödədiniz. Nə ermənisi ödədi, nə siz ödədiniz. Çox böyük düşmənçilik eləyirsiniz Azərbaycan xalqına. Azərbaycanlılar da bunu görür, bu sinfi bölünməni, bu geriçiliyi, kasıbçılığı, Mehribanın, İlham Əliyevin get sən KAMAZ şoförü ol, get daş karyerində daş atkinə, get zibilxanalarda zibil təmizləginə,
bizim köləmiz ol, kölə kimi də biz səni istismar eləyək. Kommunal xərclərlə, vergi ilə, cərimə ilə, aylıq qazandığının da bir 50%-ni qoy bizim balansımıza. Biz Maybach sürək, Bugatti sürək, Ferrari sürək, 2 milyonluq, 3 milyonluq, 10 milyonluq maşınlar. Siz də ki, ay cəmaat, ay belə deyək, kasıblar, ay kölələr. Sizin uşaqlarınız da gələcək üçün KAMAZ şoförü olsun. Bizim KAMAZlarımızın, bizim nə bilim, istismar obyektimizə çevrilsinlər. Bax, avtoritarizm və bu cür sinfi bölünmə, bu quldarlıq quruluşundan fərqli bir şey deyil ki, müasir quldarlığın tətbiq olunması. Müasir insana sadəcə quldarlıq quruluşunun tətbiq olunması çox biabırçı, çox fəlakət bir vəziyyətdir. Məndən soruşsaz ki, belə bir quruluşda yaşayan kölələr hansısa bir ölkə raket atanda, bomba atanda bunlara görə atılmasın o raket bomba. Mən razı deyiləm. Bir rejimi dəyişməkdən ötürü raket də atmaq lazımdır. Bomba da atmaq lazımdır. Ola bilsin ki, orada 5-10 nəfər həyatını itirəcək. 5-10 nəfər kölə kimi öləcək. Amma ən azından o balaca uşaq ki var, Maybach sürmək istəyir. O Maybach sürmək istəyən balaca uşağı düzgün təhsil verərək, onun ki o 3-4-5 yaşındakı başı, kəlləsi var ha, Maybach sürmək istəyir. Onu kölə yox, ağıllı bir insan tipi, ağıllı bir insan kimi formalaşdıraraq, niyə də Maybach sürməsin, niyə də bahalı maşınlar sürməsin, özü də ağlı ilə sürsün, ha? Ağlı işləyir o uşağın. Ağlı ilə, ticarətlə, oxumaqla, hansısa bir faydalı iş görməklə o maşını sürsün. Daha mehriban kimi yaramaz birisi gəlib o uşağın valideynin gözü qabağında deməsin ki, sənin uşağın KAMAZ sürsün, KAMAZ alaq onun üçün. Heç KAMAZ da almır ha, cəhənnəm. Çıxardı bir KAMAZ haçarı versə və yaxud da ki, çıxardı bir 5-10 manat uşağın cibinə bir ən azından Erdoğan göstərməlik çıxardır, bir şirinlik verir də uşağa, bir pul verir. Heç olmasa bir 50 manat, 100 manat bir ailənin evinə gedirsiniz. Bir 500-1000 manat, 2000 manat bir hədiyyə verin onlara. Ev gördüyə gedirsiniz də, düzdür, kəndə getmişsiniz. Bir dəfə siz eşitmişsiniz ki, Mehriban və İlham Əliyev hansısa bir kəndə kiminsə evinə gedəndə çıxardıb ora bir 5000, 10.000 pul hədiyyə eləsinlər. Hansı ki, Mehribanın hər dəfə götürdüyü, bir dəfə götürdüyü bir çantası 50.000, 100.000 qiyməti var. Amma mən heç vaxt eşitməmişəm ki, İlham Əliyev, Mehriban Əliyeva hansısa bir evə getsin, o evə gördüyü evin qonağı olsun, çıxartsın evin sahibinə, demək, bir ziyarət elədiyi kimi bir faydalı iş görsün. Axı bizim də neftdə haqqımız var. Bizim də payımız var Azərbaycanın bütün təbii sərvətlərdən gələn gəlirlərində. Bəs yaxşı, sən niyə bunu eləmirsən? Sən balaca uşağı aparıb bir dəfəlik Maybaxa mindirirsən. Sonra da onun göndərirsən kəndə ki, get bala sən kənddə eşşək otarmaqla məşğul ol. Yazıq uşağı heç olmasa bədbəxt eləməyin də. Uşağı bir dəfə mindir Maybaxa. Sonra o uşaq hər gün dədəsindən tələb eləyəcək ki, mənə bir dənə Maybach al, o maşından al. Biz də o maşında minək, gəzək. Çünki uşaq gördü axı o bahalı maşını. Artıq onun içinə oturdu. O hər gün o dədəsini, anasını, başını, beynini xarab eləyəcək ki, ey dədə, ey ana, sən də getginən bir dənə o maşından bizə al ginən, biz də o maşından istifadə edək. Onun da dədəsinin bu günləri eşşək almağa pulu yoxdur. Və bunlar bizim xalqımıza psixoloji, konkret olaraq terror eləyirlər. Bunlar Azərbaycan xalqını ələ salıblar. Bunlar milləti barmağına dolayıblar. Bunlar insanları alçaldırlar, açıq-aşkar. Bahalı Maybachla durur 2də bir, deməli uzaq yol kayfına, bilmir, boş bekarsılıqdır, neynəsin. Gedim mən sürüm Qarabağda
hansısa kənddə, yəni o 1-2 milyonluq avtomobili bir dəfə, 2 dəfə, 5 dəfə o rayonlara sürməklə onun bütün anasını ağladır. Yox eləyir. Götürüb tullayırlar. Təxminən bir ay sürəndən sonra gedib başqasını 1 milyonluq başqasını alır. Amma Azərbaycan xalqına demək getdikləri evlərə 5-10 min manat pul verməyi özlərinə rəva bilmirlər.